Evlərində oturub öz qardaşları barəsində, əgər onlar bizə qulaq asmış olsaydılar, öldürülməzdilər söyləyənlərə de. Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın. Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridilər. Özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın öz lütfündən onlara verdiyi nemətlərə sevinir. Arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər.